İndi təsəvvür edin, hətta İsrail sənin haqqında başlayıb fikirləşmək. Gör nə gündəsən. Düşmən belə sənin haqqında fikirləşir. Düşmən belə sənə acıyır. Və imkan ver, qoysunsa biz sənə acıyaq da, sənin gözünün gələk yaşını silək də. Biz o İsraildən aldığımız o silahı hansısa müsəlmanın başına atmamışıq. Amma İranın özü İraq savaşında bütün silahların hamısını İsraildən alıb. İndi yaxşı, biz deyək ki, İsraildən silah alıb erməninin başına vurmuşuq. Bəs sən axı müsəlmanı öldürürdün. İndi necə olursan bir müsəlman dövlətinin başçısı kimi Yahudidən aldığın silahı müsəlman İraqın başına tökürdün və amma sən yenə müsəlman olaraq qalırsan. Biz amma öz torpağımızı işğaldan azad eləmişik və bu silahları İsraildən aldığımıza görə olmuşuq Siyonizmin o nökəri. Sən İsraillə problemin var, ged İsraillə məsələvi həll elə. Qaçıb girmişdin bunkerə İsrailin adını eşidən kimi. O İsrailin təyyarələrinə 135 dənə təyyarə gəldi, İranı küllü-küvan elədi. Bir tərəfindən girdi, o bir tərəfindən çıxdı. Bir dənəsinə atəş aça bilmədi qorxusundan. Yəni atıb vurmadı deyil, ata bilmədi. Qorxusundan ata bilmədi. Niyə? Çünki Amerikaya qarşı bu silah ata bilmir, nə bilim İsrailə qarşı bu silah ata bilmir. Buna nə deyirlər? Buna deyirlər ki, ağasının üzünə ağ ola bilmir. Ağasının üzünə ağ ola bilmir, gəlib bizim üstümüzə belə yekə, belə nə bilim, elə bil ki, o alçaq dağlara sən get, sənə kim başıma od əlir, ged onun yaxasından yapış. Biz səndən qardaş, dost olmaq, qonşu olmaq, mehriban əlaqələr qurmaq istəyirik. Özdə bunu sənə görə deyil bunlar. 40 milyon o ölkənin yarısı mənim o qardaşlarımdır. O torpaq, o vətən, o belə deyək, Respublika əslində Azərbaycan türkünündür. Keçiribsiz ələ, Rusla bərabər bölübsüz, İngilisin də gedibsiz, o razılığını alıbsız, İsraildən dəstək alıbsız, Siyonizmə gedib özünüz yaltaqlanıb, yalvarıb, nə bilim, nəsə eləyibsiz. İndi var, heç olmasa bir abırdın sayanız olsun, bir xəcalət çəkin, bir utanın. Bizə ad qoymayın, birinci özünüzə baxın, birinci öz gözünüzdə tiri görün, sonra başqasının gözündə qıl axtararsınız. Yenə deyirəm, biz heç kəsə düşmən deyilik, nə İsrailiyə düşməniyik, nə ərəbə düşməniyik, nə farsa düşməniyik. Biz bu dünyada yaşayan insanlar kimi bərabər əlaqə qurub, bərabər dostluq eləyib, bərabər ticarət əlaqələri ilə özümüzü də, qonşularımızı da inkişaf elətdirmək istəyirik. Bu mudur pis? Yoxsa sən gedəsən, ermənini dəstəkləyəsən, erməni mənim qədim, 1000 illik qardaşımdır deyəsən və onun xətrinə, onun maraqları naminə özünün o din qardaşı var, qarşı çıxasan, güllə atasan ona, onun qabağını kəsib qoymayasan öz o haqqını, marağını təmin eləyə. Paşinyan getmişdi İrana, Tehranda, dini liderlə görüşdü. Dini liderin buna dediyi söz nə oldu bilirsiniz? Dedi ki, yəqin ki sən başa düşürsən ki, Zəngəzur dəhlizini açmaq erməni milli maraqlarına ziddir. Sanki bu ermənidir, erməninin milli maraqlarının nə olduğunu bilir. Sanki bu müsəlmanların lideri yox, ermənilərin lideridir, dini lideridir. Gəlib oturub orada Paşinyana, nə bilim, erməniçiliyi öyrədir, ermənin milli maraqlarından danışır, ona yol göstərir. Paşinyan yazıq başını götürdü, qaçdı İrandan. Gəldi, İranda da qalanmadı ki, cəmaat qalxacaq ayağa, indi İran da biraz bu tərəfdən qızışdıracaq. Qaçdı, getdi o Fransada velosiped sürməyə. Və yəni, sən kimlə danışsan, yaxşı. Paşinyan o anda getdi ki, Türkiyəyə, o anda getdi ki, bu münasibətlərimizi düzəldə, yəni Türkiyə ilə, Azərbaycanla münasibətlərini düzəldə. Onda ki, İran başladı bombalanmağa. Təsəvvür eləyən fürsət tapdı ki, bunların əlindən qaçsın, geçsin bu Türklə, Azərbaycanlı ilə o əlaqə qursun, dostluq münasibətləri yaratsın, qonşuluq münasibətlərini bərpa eləsin. Adam bir xəcalət çəkər də. Yaxşı, indi bizdən xəcalət çəkmirsən, yenə özün bilərsən. Biz qaldıq qıraqda. Sən heç olmasa öz millətindən, özünün xalqından o xəcalət çək. Onlar səni müsəlman bilirlər. Onlar səni müsəlmanların rəhbəri hesab edirlər. Və sən də onlara heç olmasa o müsəlman kimi rəftar elə. Sən heç olmasa o haqla düzü, haqla səhvi, nahaqqı ayırt elə. Mən demirəm, sən müsəlmanların tərəfini tut. Mən onu demirəm, bizə ehtiyac yoxdur elə bizim tərəfimizi tutmağa.
Sən haqla nahaqqı ayırt eləməlisən. Ən az ona görə ki, adın dini liderdir, dini rəhbərdir. Dini rəhbər hətta o dini təəssübkeş də olmamalıdır. Yeri gələndə haqqı deməlidir. Mənim müsəlman olmağıma baxmayaraq, mən əgər səhvəmsə, mənim səhvimi üzümə deməlisən. Mənim səhvimi mənə pıçıldamalısan, mənə yol göstərməlisən. Sən onu eləmirsən axı. Sən gedirsən erməninin marağını özlə bütün dünya car çəkə-çəkə, nə bilim, xəcalət çəkməyə sən bunları edirsən, sonra da durursan ara kiməsə, nə bilim, nə söylədirsən. Erdoğan Bakıya gələndə həmən o Xameneyi deyilən adam, indi adına dini lider deyirlər, nə deyirlər, yəni öz işləridir, biz başqa dövlətin daxili işlərinə qarışmırıq. Bu adam bir, belə deyə, bir şəkil paylaşmışdı özünün o vaxt, o indi X platforması deyirlər, o vaxt Twitter idi. Twitterdə bir karikatura paylaşmışdı. Özü o oturubdu, yekə belə bir adam kimi, bir əcdaha kimi, Erdoğanla da güya İlham Əliyevin qabağında cücə kimi də belə deyək. O Lilliput kimi bunlara alın belə göstərərək bunlara dərs keçir. Və nə bilim, indi fars dilində də yazıb ki, o Xameneyi onlara dəstur dedi. Özü paylaşıb. Adam əvvəla biraz təvəzzökar olar, dini lider daha çox təvəzzökar olar. Sən özünü reklam eləməklə məşğul idin və kimisi aşağılayıb, kimdənsə o belə özünü o yüksək göstər. Amma indi ya Erdoğana zəng edirsən, ya nə bilim sənin adamların zəng eləyir, yalvarır ki, xahiş edirik biz bu vəziyyətdən çıxart, ya Azərbaycana müraciət edirsiniz, biz böyük məmnuniyyətlə bunu eləyərik, amma yenə də dilimizi qarnımıza qoymursunuz, gah səhəri, gah zəhəri üstümüzə o qışqırtırsınız. Belə olmaz axı. Bir söz var, deyir, itini götür ayağına bağla. Adama onu deyərlər. Və biz susuruq, qardaşlıq xətrinə hesab edirik ki, bizim orada özümüzün qardaşlarımız var, müsəlmanıq, yeri gələndə İran çox pis vəziyyətdədir, indi o insan pis vəziyyətdə olanda qonşusu ona kömək eləyər. Amma imkan vermirsən, sənə bir kömək də eləyər. Sən elə edirsən ki, arada münasibətlər korlanır. Bu günlər İran elə bir vəziyyətdədir ki, bütün dünya onun haqqında fikirləşməyə çalışır. Allahın o İsraili belə, hətta İsraili indi bunlarla düşməndirlər də. Bugün oxuyuram İsrail qəzetlərində deyirlər ki, İsrail qəzetləri götürübdür, Yerasalim Post o nəşri yazıb ki, Xameneyi 2 gündür yoxdur, 2 gün yox, yəni yazıb 1 həftə 10 gündür yoxdur, 2 gündür atəşkəsdir, bu 2 gündür atəşkəsdə də yoxdur. Ona görə də artıq o İranlılarda belə bir sual yaranıb ki, bu hardadır? Başlayıblar müzakirə eləməyə, hətta bəzi o İranda yaşayan, o İranda fəaliyyət göstərən jurnalistlərin, o qəzet redaktorların fikirlərini də veriblər, məsələ birini vermişlər. Hətta belə çıxır ki, onlar onun ölümündən şübhələnirlər. Hətta bunu açıq şəkildə dilə gətirən qəzet redaktorları var idi. İndi təsəvvür edin, hətta İsrail sənin haqqında başlayıb fikirləşmək, gör nə gündəsin. Düşmən belə sənin haqqında fikirləşir, düşmən belə sənə acıyır və imkan ver, qoysunsa biz sənə acıyaq da, sənin gözünün gələk yaşını silək də.